Salam əziz izləyicilərim, xoş gəlmisiniz kanalıma. Bugün mən çəkilmiş ətdən buzxanaya dondurucu köftələr edib qoyacağım. İki cür formada eləyəcəm. Deməli, biri yumru halqa şəklində, biri uzun sol şəkildə. Hardasa bu patnosda 20 neçə dənə balaca köftələr var. Mən bunu sulu xörəkdə və yaxud da ki bir başqa yeməklərdə də belə deyim istifadə edirəm. Bir də bu formada köftələri donduracağam marasilkada, soyuducuda, yəni buzxananın o bölməsində. Like atmağı, yorum yazmağı, abunə olmağı unutmayın. Əziz xanımlar, əziz izləyicilərim, ki davamı gəlsin videolarımın. Daha maraqlı, daha gözəl videolarım gələcək. Və mən bunları dondurduqdan sonra xaladelnik üçün, yəni paketlərə yığacağım. Baxın, bu halda köftələrim donub, bərkdir. Rahat şəkildə bunları paketləşdirəcəm hamısını. Və sonra qoyacağım marasilkaya, yəni buzxananın həmin bölməsinə. Lazım olduqca götürəcəm. Dənə-dənə bu formada götürüb istifadə edəcəm və gerisini təzədən yerinə qoyacağım. Göz haqqınızı halal edin. Yorum yazmağı, like atmağı, abunə olmağı unutmayın. Belə gözəl videolarımız, daha tez-tez və daha maraqlı videolar yükləyəcəm və baxacaqsınız inşallah Allahın izni ilə. Xeyirli olsun, ruzlu, bərəkətli olsun eviniz. Canınız sağ olsun, sağlıqla da yeyək inşallah.